Salam dəyərli fizika sevərlər. Bu gün sizlərlə maraqlı bir məsələnin izahına baxarıq. Deməli, məsələmiz belədir ki, belə bir şəkil verib bizə, belə bir şəkil verib bizə və bucaqları verib θ1, θ2 və bunun da aşağı doğru çəkisini verib bir W ilə bunu işarə eləyib. Aha. Bizdən istəyir ki, bu T1 gərilmə qüvvəsini deyir ki, isbat eləyin. W kosinüs teta 2 böl sinüs teta 1 plus teta 2. Yəni bu ifadəni deyir ki, bizdən isbat eləyin. Aha. Biz burada bizə verilənlərdir, bucaqları verib, gərimələri də istəyir həmçinin. Əsasən də biz bu ifadənin isbatına gəlin baxaq. İlk öncə biz bu sistemdə gərilmə qüvvələrini göstərək. Aha. Birinci ipdə yaranan gərilmə qüvvəsi yuxarı doğru olacaq bir T1 ilə işarə edirəm. İkinci ipdə yaranan bir gərilmə qüvvəsini T2 ilə işarə edirəm. Asıldığı ipdə isə gərilməni T3 ilə işarə edirəm. Aha. Mən buradan, diqqətlə bura fikir versəz, mən buradan bir dənə müstəvi keçirsəm, uyğun bucaqlar olduğuna görə θ1 bu bucaqda olacaq θ1, burada olacaq θ2. Aha. İndi mən bu θ1-i proyeksiyalara ayırıram. Dedik ki, bucaq olanda müəyyən bir alfa bucağı altında qüvvə olanda biz onu proyeksiyalara ayırırıq. Bunun x proyeksiyası olacaq belə. Yuxarı da olacaq bunun nə? Y proyeksiyası. Yəni y oxu üzrə proyeksiya. Aha. Dedik ki, bucağa bitişik tərəf həmişə bucağın kosinusuna bərabərdir, hasilinə bərabərdir. Yəni bu tərəf belə deyim, bu tərəfdəki qüvvə olacaq T1 kosinus θ1. Aha. Yuxarıya doğru isə dedik ki, sinus olacaq. Nə? T1 sinus θ1. Aha. Əla. Biz bunu yazdıq, bildik. İndi keçək. T2-yə baxaq. T2-də proyeksiyaları ayıranda bura olacaq həmçinin eyni analoji olaraq T3, daha doğrusu T2 kosinus θ2. Yuxarı tərəfdə bax Y oxu üzrə proyeksiyası olacaq T 2 kosinus θ2. Aha. Biz bunları yazdıq. Əla. Biz bunu yazırıq. İndi keçək T3 gərilmə qüvvəsinə. T3 gərilmə qüvvəsi də bu T3 gərilmə qüvvəsi də cismin hesab edin ki, bu mg-sinə bərabərdir də. Bunu da W ilə işarə edib. Yəni mən bu kənarda yazıram ki, T3 bərabərdir nəyə? Aşağıya doğru. Yəni təsir edən ağırlıq qüvvəsi, yəni W kimi ifadə olunur eləyək. İndi gəlin baxaq. Biz burada bərabərlikləri yazsaq, tənliklərimizin bərabərliyini yazaq. Görərik ki, T1 kosinus θ1 ilə T2 kosinus θ2 bunlar modulca bərabər, istiqamətcə əksdir. Aha. Onda mən buradan yazıram, aşağıdan yazıram. Mən buradan yazıram ki, T1 kosinus θ2 bərabərdir, daha doğrusu θ1 bərabərdir T2 kosinus θ2-yə. Aha. Mən buradan T1-i tapsam, T1 necə ifadə olunacaq? Həmçinin mən buradan T1-i tapsam, aha. Mən buradan T1-i yox, T2-ni tapanda, T2-ni mən buradan tapsam, T2 olacaq T1 kosinus θ1 bölünsün kosinus θ2. Aha. Mən bunu T2-ni ifadə elədim. T2-ni T1 ilə ifadə elədim. Aha. Bunu dəymirəm. Bu qalsın öz yerində. İndi keçək. Yuxarı gedən qüvvələrlə aşağı gələn qüvvələrin bərabərliyinə. Yəni yuxarı hansı qüvvələr gedir? Gərilmə qüvvəsinin iki dənə gərilmə. Biri T1 sinus θ1, biri də T2 kosinus. Daha doğrusu üzr istəyirəm. Burada mən kosinüs yazmışam. Sinus olmalıdır. T2 sinus θ2. Aha. T2 sinus θ2. Mən buradan bərabərliyi yazanda, yəni yuxarı iki qüvvə gedir, aşağı isə bir dənə ağırlıq qüvvəsi, yəni mg. Mən bunun bərabərliyini belə yazaram ki, belə yazaram. Yazacağam ki, T1
sinüs teta 1 üstə gəlinsin. T2 sinüs teta 2 bərabərdir omegaya. Aha. Mən buradan T2'nin yerinə, aha. Mən buradan T2'nin yerinə bu ifadəni yaza bilərəm. Yaza bilərəm. Aha, onda gəlirəm, yazıram ki, ə, yazıram ki, sinüs T1 sinüs teta 2 olduğu, teta 1 olduğu kimi qalır. Üstə gəlsin. T2'nin yerinə bu ifadəni yazıram. Yazıram ki, T1 kosinüs teta 1 bölünsün kosinüs teta 2 vurulsun sinüs teta 2'ye. Aha. Belə bir ifadə yazdıq, bərabərləşdirdik omegaya. Mhm. İndi mən buradan hər tərəfdən T1'i mötərizə xaricinə çıxaransam, T1'i çıxarsam olacaq belə. Sinus teta 1 üstə gəlinsin. Kosinus teta 1 vur sinus teta 2 bölünsün kosinus teta 2'ye. Bərabərdir omegaya. Aha. Mən buradan hər tərəfi kosinus teta 2'ye vursam əgər, alınacaq belə. Teta 1 vurulsun, daha doğrusu mötərizə açaq. Sinus teta 1 alıram ki, sinus teta 1 vurulsun kosinus teta 2. Yəni, kosinus teta 2'ye vurdum, məxrəc getdi. Üstə gəlinsin. Kosinus teta 1 vurulsun sinus teta 2. Aha. Bərabərdir. Həmçinin hər iki tərəfi bərabərin hər iki tərəfini kosinus teta 2'ye vurduğum üçün omeganı da vururam. Kosinus teta 2'ye. Aha. Onda mən buradan teta 1'i tapsam, daha doğrusu mötərizənin içi mənə nə verir? Mötərizənin içi. Həmçinin mənə ə, biz trigonometriyada bilirik ki, sinus teta 1 kosinus teta 2, kosinus teta 1 sinus teta 2 mənə nə verir? Sinus alfa plus bettanın açılışını verir. Yəni bu mötərizənin içi mənə verir. Sinus teta 1 üstəgəl teta 2 bərabərdir nəyə? Omega kosinus teta 2'ye. Aha. Əla. Məsələmiz demək olar ki, həll oldu. T1 bərabərdir. Omega kosinus teta 2 bölünsün sinus teta 1 üstə gəl teta 2. Biz bu ifadəni isbat elədik. Əla, əla. Deməli biz T1'i isbat elədik ki, həqiqətən də T1 omega kosinus teta 2 bölü